Salam gözəl gənclər, necəsiz? Ümidvaram hər şey yaxşıdır sizdə. Mən bu gün çox aktiv və çox aktual bir mövzu ilə gəlmişəm. Çünki bu mövzu haqqında danışacağım çox şey var. Çünki 22 yaşımda Azərbaycandan ayağımı atıb magistr təhsili üçün xaricə gedəndə bunu mənə heç kim deməmişdi. Bir daha xoş gəldiniz videoma. Axırıncı və biz sizinlə 2 ay əvvəl görüşmüşük. Mən yenə başqa bir lokasiyada, başqa bir məkanda, başqa bir fonla sizi salamlayıram. Mən Pəri. Bu YouTube kanalında mən media haqqında çox danışıram. Sosial media haqqında çox danışıram. Medianın bizə ötürdükləri, medianı necə analiz edə bilərik, onlar haqqında danışıram. Amma özüm 2 il Avropada təhsil alıb 2 ildə yaşamışam deyə fikirləşirəm ki, bu mövzular haqqında da bir növ dəstək xarakterli videolar çəkə bilərəm. Xüsusən də o mövzularda ki, mənə bu mövzular haqqında məsləhət verilməyib və düşünürəm ki, bu mövzular haqqında gənclərə məsləhət verilməlidir, gənclərə bir yol göstərilməlidir. Deyə bilərsiniz ki, deyə bilərsiniz, həmişə belə şeylər verirəm. Deyə bilərsiniz ki, flash efalda niyə sənə qulaq asaq? Bunu çox adam heç YouTuberlar, bunu heç vecədə almırlar ki, niyə sənə qulaq asmalıyıq falan. Elə otururlar ki, bunun dədəsinə borcumuz var və biz ona qulaq asmalıyıq. Ona görə bu elədiyim strateji olaraq səhv bir şeydir, amma yenə də deyim, mənim ürəyim rahatlasın ki, mən sizə bir cavabdehlik verirəm, bir hesabat verirəm ki, baxın gənclər, siz nəyə görə mənə qulaq asmalısınız? Belə qulaq asmaya bilərsiniz. Nə qədər uzatdım ay Allah. Belə qulaq asmaya. Belə ürəyiniz istəyir qulaq da asmayın. Amma şəxsən mən özümün ümumiləşdirəndə belə, real кейslərə əsaslanaraq ümumiləşdirdiyimi düşünürəm. Və sizə utopik şeylərdən danışmıram, distopik şeylərdən də danışmıram. Biraz daha real həyatdan danışdığımı düşünürəm. İndi mövzuya gələk. Xaricdə təhsil almağa getməzdən əvvəl kaş bilsəydim dediyim şeylər. Punktlar çox uzun ola bilər, amma hazırda mənim hesabladığım, hazırladığım 9 dənə punkt var. İndi video ərzində bu punktlar çoxalacaqmı bilmirəm, amma nəzərə alarıq da sayarsız videonun sonunda mənə deyərsiniz ki, neçə dənə punkt oldu. Əvvəlcə amma qeyd etmək istədiyim bir şey var. Super universitetlərdə super ingilis dili ilə təhsil alan uşaqlar üçün mənim dediyim şeylər uyğun olmaya bilər. Soracağım sizə desin. Bakalavra gedən uşaqlar üçün, gənclər üçün mənim dediyim məsləhətlər ya da mənim dediyim şeylər, punktlar uyğun olmaya bilər. Bir sözlə, mənim dediyim məsləhətlər özüm kimi magistr təhsili üçün xaricə getməyi seçən, doğrudan oxumaq üçün getməyi seçən, mən heç kimi qınamıram, kimsə ailəsindən bezib də getmək istəyə bilər, kimsə özünü Azərbaycan standartından çox yüksək görüb də getmək istəyə bilər, bilmirəm. Amma mən şəxsən sırf oxumaq üçün getmişəm, sırf təhsilə fokuslanmışam. Ona görə dediyim kimi, mənim punktlarım da buna əsaslanır. Plus, mən Bakı Dövlət Universitetində 4 il ingilis bilməsində təhsil almışam. Amma bizim ətrafımızda, mənim qrupumda cəmi 2 nəfər var idi ki, çox yaxşı ingilis dili danışırdılar və yalnız onlara baxaraq mən ingilis dilimi inkişaf etdirmə motivasiyasında olurdum və yaxud da ümumiyyətlə onlarla danışanda başa düşürdüm ki, okey də, demək ki, bu aksent daha yaxşıdır, bu sözdən istifadə edilmiyorlar və s. Sözümün canı odur ki, mən ingilis dilindən təhsil alsam belə, ətrafımda ciddi bir inkişafa yönümlü və yaxud da inkişafa istiqamətləndirən bir mühit olmadığı üçün mənim ingilis dilim hər nə qədər yaxşı olsa belə, qəbulda 25 yazmışdım, sonra IELTS-im də yaxşı çıxmışdı. Hər nə qədər danışa bilsəm də və bütün ingilis dili təhsil aldığım müddətdə mən fakültə birincisi olaraq bitirsəm də, onu bilirəm ki, ən yaxşı deyildim. Ona görə də onu deyirəm ki, adada təhsil almısınızsa, əlbəttə ki, mənlə sizin təcrübələriniz üstə düşməyəcək. Bunu demək istəyirdim. Və ən əsası, təqaüdlə getmək. Siz təqaüd qazanıb gedirsinizsə və bu çox zaman akademik təqaüddürsə, sizin bacarığınıza, biliyinizə, GPA-nizə və s. görə verilən təqaüddürsə, o halda da mənim məsləhətlərim sizə uyğun ola bilər. Çünki mənim təcrübəm bu üzrədir. Ailə dəstəyi ilə gedirsinizsə, hər hansı bir başqa bir sponsorla gedirsinizsə, ya ehtiyaca görülən verən təqaüdlə də gedirsinizsə, mən o hissələri bilmirəm. Ona görə məsləhətlərim ona uyğun deyil. Olmaya bilər Nəysə, indi keçək məsləhətlərimə. Nəhayət, 10 dəqiqədən sonra. Sizin üçün dəftərimdə yazmışam. Birincisi, xaricə təhsil almağa gedirsinizsə və bu sizin ilk təcrübənizdirsə, orada dayanın. Əgər qazanmısınızsa da hansısa bir təqaüdlü proqram və s. ona getməzdən əvvəl qarşınızda nə qədər çox vaxt varsa, 3 ay, 4 ay, 5 ay, həmin ayların ən az ikisini, ən az birini bəlkə də, xaricdə hər hansı bir beynəlxalq tədbirə, konfransa, forma, treyningə, Avropa Həmrəylik Korpusu könüllülüyünə, nəyəsə gedin.
Yaxşı? Yəni bu səhvi eləməyin ki, birdən-birə mən çıxdım, ayağımı atdım, təhsil alacağım ölkədəyəm. Bu nəyə görə səhvdir? Əslində əlbəttə ki, səhv deyil. Səhv dedim deyəndə dediyim şey odur ki, biraz daha sizə fərqli bir təcrübə yaşamağınıza səbəb ola bilər. Nə üçün? Çünki siz əgər başqa mədəni kodların olduğunu anlamamısınızsa, yəni Azərbaycanda yaşamısınız, Azərbaycanda böyümüsünüz, başqa heç bir xarici ölkəyə çıxmamısınız və sizin ağlınızda elə bir reallıq yoxdur ki, başqa insanlar başqa eyni şeyi, Azərbaycanlının da gördüyü eyni şeyi, atıram, bir Hindistanlı tamamilə başqa cür qəbul edə bilər. Çünki mədəni kodlar var da, düz deyil. Və əgər biz bu reallığı bilmiriksə, ki bu reallığı başqa beynəlxalq tədbirlərdə olaraq anlayacağıq onsuz da. Bunu bilmiriksə, bir gün gedib xaricə təhsil almağa getdiyimiz, o qədər stres çəkdiyimiz bir yerə də düşəndə bunu öyrənmək çətin olacaq. Yəni çətin yoldan öyrənəcəyik, bunu demək istəyirəm. Sonra İnsanların davranışları fərqlidir. İnsanların olduqları, gəldikləri ölkələrə görə, nə bilim, böyüdükləri mühitlərə görə hər şey çox fərqli ola bilər. Və biz dediyim kimi dünya haqqında insanların özlərindən daha çox öyrənirik. Yəni bir tədbirə gedəcəksiniz, beynəlxalq bir tədbirə. Orada bir tutaq ki, Moldovan dostunuz olacaq. Onun danışdığı həyatından, nə bilim, ölkəsindən, özü haqqında danışdığı şeylər əsasında siz biləcəksiniz ki, okey, Azərbaycandan biraz fərqlidir, amma oxşarlıq da var və s. və axır. Yəni bu informasiyaların hamısı bizim də eyni şəkildə birazdan danışacağım interpersonal skills, yəni insanlar arası bacarıqlarımız, ünsiyyət bacarıqlarımız üçün çox vacibdir. Ona görə tamamilə, yəni üstünə basa-basa məsləhət görürəm ki, o beynəlxalq tədbirlərə gedin. Yəni 5 ayınız mı qalıb, 6 ayınız mı qalıb o xaricə təhsil almaq üçün o ölkəyə getməyə. O qalan vaxtı dəyərləndirin. Heç peşman olmayacaqsınız. Əksinə, onlar sizə çox yaxşı təsir eləyəcək. Plus ona görə ki, ingilis dili bilirsiniz, IELTS-ınız da superdir. Amma əgər ətrafınızda hər gün siz bu dilin danışmırsınızsa, bu dili yenidən aktivə eləmək lazımdır. Aktivə eləmək üçün də yenə bu beynəlxalq tədbirlər, nə bilim, Avropa Həmrəylik Korpusu könüllülükləri, treyninqlər, Erasmus treyninqləri, gənclər exchange-ləri, mübadilə proqramları. Bunların hamısı çox maraqlı bir həm təcrübədir, həm də dilinizi aktivləşdirmək üçün imkanlardır. Bunlardan yararlanın. Və ən əsası bunlardan həm də ona görə yararlanmaq lazımdır ki, sizin sırf tək olduğunuz bir mühitdə özünüzü necə apardığınız, necə bir insan olduğunuz, xaricə çıxanda valideynsiz necə yaşadığınızı öyrənməyiniz üçün çox vacib təcrübələrdir. Çünki Azərbaycan mühitində biz ailələrimizlə yaşayırıq çox böyük halda. Yəni bakalavr üçün başqa şəhərlərdən Bakıya gələnlər ya da ki, başqa şəhərlərdən başqa şəhərə universitetə gedən tələbələrə çıxsaq ki, əslində o tələbələr çox böyük bir faiz təşkil edirlər. Amma mən öz təcrübəmdən desəm, mən Bakıda böyümüşəm. Ona görə də valideynlərimlə qalmışam bakalavr ərzində. Yəni ki, tamamilə tək yaşamaq, başqa bir ölkədə heç bir, belə deyək də, emergency kontaktının olmamağı tamamilə ayrı bir durumdur. İkincisi, bunu biraz özümdən danışaraq demək istəyirəm. Mən bakalavr ərzində çox oxumuşam. Və mən bakalavr ərzində çox yerdə təcrübəçi olmuşam. 5 yerdə. Düz eşitdiniz, bəli, 5 yerdə təcrübəçi olmuşam. Bu o deməkdir ki, mənim günüm güzaranım olmayıb. Mən bütün bakalavr universitet həyatımı yalnız depressiv bir modda, depressiv bir halda, gələcəyim nə olacaq, nə edəcəm, həyat bərbaddır, heç kimdən dəstək almaq istəmirəm, amma öz ayaqlarımda durmaq üçün də hər şey çox çətindir və özümə yer tapa bilmirəm modunda keçirmişəm bütün 4 ilimi. Və buna görə də o 4 il ərzində yaşamalı olduğum bir çox şeyi yaşaya bilməmişəm. Dediyim şeylər də yəni böyük şeylər deyil, sadəcə olaraq həyatın dadını çıxartmaq məsələn. Universitet həyatının dadını çıxartmaq. Mən nənəmlə həmişə görüşəndə nənəm mənə deyirdi ki, danış da öz gənclik həyatından, universitet həyatından danış. Çox maraqlı vaxtlardır onlar. Bəs danış görüm nə edirsən, necə universitetə gedirsən, nə bilim də, boşum. İndi nənəmin nəyə görə bunu soruşduğunu çox yaxşı anlayıram. Amma təəssüf olsun ki, məndən keçib. Yəni o 4 ili həqiqətən deyirəm, bütün həyatı özümə yük eləyərək keçirdim də. İndi mən əminəm ki, bizim ətrafımızda və məni izləyənlər arasında da bunu təcrübə edən uşaqlar çoxdur. Çünki təəssüf olsun ki, ölkəmiz gənclər mövzusunda o qədər passivdir ki, biz özümüzə o qədər az yer tapırıq ki, və yaxud da o qədər həyatımızı, bütün gənclik illərimizi görəsən iş tapa biləcəmmi stresindən keçiririk ki, yəni ailəsindən dəstək almayan və yaxud dəstək almaq istəməyən gənclər olaraq biz axır əvvəl belə bir də gözümüzü açırıq ki, 4 il ərzində mən ancaq dəli kimi işləmişəm. Məsələn, həmin o təhsil alacağınız ölkələrə gedəndə siz görəcəksiniz ki, olsun həmin o təhsil aldığınız ölkələrə gedəndə elə həmin ölkənin gəncləri, olsun tamamilə xarici insanlar və böyük ehtimalla xarici
ölkələrin də gənclərin mübadilə proqramlarına gedirsinizsə, məsəl üçün mən Erasmus Mundus təqaüd proqramının qalibiyəm və bizim proqramımızda 90 nəfər var idi ilk ildə və 90 nəfərin içərisindən biz 46 fərqli millət idik. Yəni Danimarkalılar, çünki birinci il Danimarkadaydı. Yəni 2-3 dənə Danimarkalı var idi və qalanın hamısı beynəlxalq gənclər idi. Və mən onlardan gördüyüm qədərilə hamısı həyatlarını dolu-dolu yaşayıblar. Avropadandılar, Hindistandandılar, Afrikadandılar, fərq etməz. Bu insanlar həyatlarını dolu-dolu yaşayıblar. Gənclik həyatını dolu-dolu yaşamamaq yalnız ölkənin problemi deyil, həm də öz problemimdir. Amma sistematik bir problem olduğunu da burada qeyd etmək istəyirəm, xahiş edirəm. Gənclərin üstünə hər şeyi atmayaq. Amma orada gördüyüm şey bu idi ki, hamı həyatını yaşayıb, hamı öz ölkəsində 100 il hiking eləyib, hamı falan şeyi bilir. Yəni ola bilər ki, mütəxəssis olaraq da yaxşıdırlar, amma həyati bacarıqları da yaxşıdır. Nə bilim, biri gitaranı çox yaxşı çalır, biri nə bilim stand-up komediyandır, yəni ki, stand-up komediyan sözünü olar tərcümə eləyək, performansçı, başa düşürsünüz məni. Və bunları görəndən sonra mən anladım ki, bəs mən də eləmişəm 4 il ərzində, işləmək, intern olmaq, falan şey eləmək, falan layihə. Okey, bəs yəni ki, əylənmək üçün nə eləmişəm? Heç də. Əylənməmişəm deməzdim. Mənim əyləncə anlayışım internshiplərə getmək idi. Internshipdə universitetdən çıxıb internship ofisinə gedənə qədər orada dinlədiyim Led Zeppelin mahnıları idi. Bunlar da mənim üçün əyləncə. Nəysə. Yəni və Azərbaycan gəncləri olaraq da bizim biraz əyləncə anlayışımız bəzən restorana gedib yeyib içməkdə ola bilər. Bu əyləncə deyil. Yəni bundan danışmıram. Bayaqki nümunələri gördüyünüzlər danışıram. Yəni bir xaricə getməzdən əvvəl bir çıxın Azərbaycanın bölgələrində bir hiking eləyin. Yəni bu həm də ölkəni yaxşı təqdim etmək üçün də yaxşı bir fürsətdir. Həm də biz əgər şəhər uşaqsınızsa bu arada o hikinglərə gedərək Azərbaycanın heç başa düşmədiyiniz, bilmədiyiniz bir tərəflərini görürsüz. Ona görə də məncə yaxşıdır ki, bir dəfə bir hikingə gedin. Çünki bu arada Avropada hiking o qədər hot topicdir ki, yəni hamı hikingə gedir. Əgər Almaniyaya düşürsünüzsə, ümumiyyətlə hiking sizin ən çox istifadə etdiyiniz sözlərdən biri ola bilər ay ərzində. Ona görə də bir hiking, yəni ki, başımızın tacıdır da, bir edin gedin. Bundan danışana nə qədər heyecanlı və sevinərək danışan heç bir fikrim yoxdur. Nəysə, daha sonrasında biraz önəmli məsələlərə keçsək. Əgər yəni bilmirəm, bura qayıtmaq istəyirsiniz, Azərbaycana qayıtmaq istəyirsiniz, yoxsa gedib o təhsil aldığınız yerdə qalmaq istəyirsiniz, yoxsa biraz Avropa, Amerika falan da, yəni ki, orada relocation eləmək istəyirsiniz, yəni ki, yer dəyişmə eləmək istəyirsiniz, nə eləmək istəyirsiniz, bilmirəm. Amma hər halda Azərbaycanda biraz iş təcrübəsi toplayıb, özünüzü bir mütəxəssis kimi burada da təhsil eləyəndən sonra xarici təhsilə getməyiniz ümumiyyətlə əladır. Superdir, deyərdim sizə. Niyə? Çünki əgər siz, yəni no-name birisi kimi, yəni ki, burada olmusunuz, bakalavra bitirmisiniz, heç bir iş təcrübəniz yoxdur, amma necəsə oldu, təqaüd aldınız, getdiniz. Superdir. Amma əgər siz burada özünüzə kifayət qədər şəbəkə yığmamısınızsa, sizi kifayət qədər çox insan tanımırsa, siz ora getdiniz, təhsil aldınız, o qədər şey öyrəndiniz, gəldiniz, Azərbaycana qayıtdığınız кейsdən danışıram. Azərbaycana qayıtmısınız və insana başa salmalısınız ki, indi bax, mən falan yerə təhsil almışam, bunları öyrənmişəm, mən ona görə gəlib bunu tətbiq etmək istəyirəm. Amma bunun qarşılığında, əgər siz burada artıq şəbəkə yığmısınızsa, iş təcrübəsi qazanmısınızsa, sizi tanıyan, deyək ki, 4-5 direktor varsa öz sahənizdə, onda siz getdiniz, onlar sizi görürlər ki, siz getdiniz falan yerə, falan şeyi öyrəndiniz, falan şeylə paylaşım elədiniz falan şey haqqında, qayıtmaq istəyirsiniz, istəmirsiniz. Yəni, ən azından bir şəbəkənin olmağı, orada bir informasiya mübadiləsinin getməyi sizin haqqınızda, inanın ki, əla bir şeydir. Hətta siz orada qalsanız belə, qoyun burada da sizin bir adınız olsun ki, Pəri Abbaslı falan kəsdir. Tanıyıram, tanımıram. Kimdir ki o? Falan beşməkan. Yəni ona görə bu çox önəmli bir məqamdır. Yəni bunu mən o dövrdə heç kim deməmişdi. Amma mənim biraz azdan-çoxdan başım işlədiyi üçün mən artıq 2016-cı ildən bəri, yəni 16 yaşımdan bəri bloqlar yazmaq, YouTube-da nəsə paylaşmaq, podkast eləmək falan, yəni sevdiyim işləri ansız da elirdim deyə axır əvvəl kiminsə qabağına düşürdüm. Həm də internetdə istifadə elirdim deyə aktiv şəkildə. Yəni ona görə məsləhətim budur ki, xarici təhsil almağa tələsməyin. Dediyim kimi, bunu oxuyan uşaqlar üçün deyirəm.
xarici təhsil almağı oxumaq üçün, özünə yeni bir şey əlavə eləmək üçün gedən insanlara deyirəm ki, burada bir mütəxəssis kimi yetişməmiş, siz gedib Avropanın təcrübəsindən, Avropanın iş rejimini, Avropanın iş nəzəriyyəsini falan öyrənməyiniz bir o qədər də çox məntiqli olmaz. Buranı öyrənin, bir Azərbaycanda nə baş verir, onu bir bilin ki, buranın mütəxəssisi olun ki, sonra siz Avropaya gedəndə, Amerikaya gedəndə, nə bilim Çinə gedəndə, Asiyaya gedəndə, fərq etməz hara gedirsinizsə, onu bir tərəziyə qoyub ölçə biləsiniz və anlayasınız ki, sizə hansı daha xoşdur. Siz Azərbaycana gedib tutaq ki, Çin praktikasını Azərbaycana tətbiq etmək istəyirsiniz, yoxsa Çində qalıb Azərbaycan praktikasını tamamilə əlinizə çəkib Çində qalıb işləmək istəyirsiniz. Yəni bütün bunları bilmək üçün sizin hazırda olduğunuz mühiti də anlamağınıza ehtiyac var. Elə bunu da bağlayım digər bir punktda ki, əgər siz yaşadığınız ölkədə, yəni Azərbaycanlısınız, Azərbaycanda yaşayırsınız, amma Azərbaycan haqqında heç bir fikriniz yoxdur da, yəni ətrafınızda baş verənlərdən xəbəriniz belə yoxdur. Analiz də etməmisiniz. Birdən-birə gərginləşdim. Analiz etməmisiniz, yəni ki, nəyin nə olduğunu anlamırsınızsa, çox üzr istəyirəm, amma xaricə gedəndə çox əziyyət çəkəcəksiniz. Nə baxımdan deyirəm? Yəni dərsi oxuyursan və anlamırsan ki, bir dəqiqə bəs bunun Azərbaycandakı paraleli nədir? Düz deyil. Yəni yeni bir termin oxuyursan, yeni bir nəzəriyyə oxuyursan, yeni bir case oxuyursan, araşdırma oxuyursan və əgər sən bunu Azərbaycanla müqayisə edə bilmirsənsə, sənin üçün tamamilə belə də necə deyim, yad planetli kimi qalırsan da ki, bu başa nədən danışır, bu nədir ümumiyyətlə mən bu başa düşmədim. O baxımdan dediyim şey budur. Yəni ki, spesifikləşdirəcəm ki, anlayasınız ki, bunu mən ümumi demirəm. Çox spesifik кейslər üçün deyirəm, amma məncə həyat qurtarır, məncə önəmlidir. Video yaman uzun oldu, bu qədər uzun olmanı düşünmürdüm. İndi bunu da yenə gətirirəm digər bir punktda ki, gələcək haqqında hər hansı bir fikrin olsun. Mütləq deyil ki, 2 il sonra sən 100% bu planı yerinə yetirəsən, amma ən azından gələcək haqqında bugün bir fikrin olmağın səni xaricə gedəndə də, orada o pasportu hazırlayanda, dokumentlərini hazırlayanda da, orada olanda da, oradan qayıtmağa planlaşdıranda da, orada iş axtaranda da sənə kömək olacaq. Bir, necə deyim, bir visionun olsun da, yəni vision board falan deyirlər ha. Bu yəni boş-boşuna çıxmış bir mövzu deyil ki, bir vizyonun olsun, bir anlayışın olsun ki, sən gələcək üçün özünə nə arzu edirsən, sənin üçün nə xoşdur, nə xoş deyil. Və bunu hətta məsləhət görərdim ki, həmişə istifadə edədiyiniz bir Google accountun, Google profilin, Google Drive-ında bir dənə gözə orada not açırsınız, dokument açırsınız, ora yazırsınız. Mən falan ildəki Pəri, 2026-cı ildəki Pəri, 2028 üçün gözləntilərim budur. Böyük şeylər yox. Məsələn, tutaq ki, oturmusunuz siz Koreyada. Koreyada təhsil alırsınız, amma siz deyirsiniz ki, 2026-cı il Pəri olaraq, 2026-cı ilin Pərisi olaraq mən yazıram burada ki, mən Koreyada qalmaq istəyirəm. Bu sahədə işləmək istəyirəm. Tutaq ki, ətrafımın bol olmağını istəyirəm. Bu dili artıq öyrənmək istəyirəm. Yoxsa sadəcə olaraq ingilis dilində orada yaşamaq istəyirəm. Artıq nədirsə, nə bilirsinizsə, özünüz üçün düşündüyünüz, arzu etdiyiniz, istədiyiniz şey nədirsə, ora bir yazın 4-5 dənə punkt. Qoyun qalsın orada. Yəni ora gedəndən, Koreyada gedəndən sonra ölkələri əlbəttə ki atıram da bu arada bilirsiniz yəni. Videonun 20 neçəncisi dəqiqəsində xahiş edirəm mənə belə şeyləri təzə xatırlatmağıma ehtiyac yaratmayın da. Özümə deyib gülməyim mükəmməl deyil. 4 il xaricdə tək yaşayandan sonra bunun bütün hamısı bu skilllər açılır insanda. Nəysə, bunları yazırsınız, qoyursunuz bir kənara və bacarırsınızsa da kalendardan istifadə edirsinizsə, onlayn kalendarlar, rəqəmsal kalendarlardan özünüzə bir dənə orada şey qoyun, xatırlatma qoyun. 5 ay sonrasına ki, Koreyaya getdiniz, yerləşdiniz, orada qaldığınızın 5-ci, 4-cü ayında artıq yenə həmin o visiona baxmağa, həmin o dokumentə baxmağa özünüzü xatırlatma qoyun. Görün nə olacaq. Mənə qulaq asın, görün nə olacaq. Və ən əsası, gənclər, təəssüf ki, bizim cəmiyyətimizdə belə bir hamı bir-birini bir lağa qoymaq, belə bir aşağılama, yəni ki, gəlib atlayacaqlar. Bizim millətimiz çox gözəl millətdir. Mən millətin pis olduğunu demirəm olsa. Millətimiz maşallah gözəldir. Amma birimizi lağa qoymaq kimi xarakterimiz var. Yəni heç kim də burada bir-birini aldatmasın. Təəssüf ki, belə bir xarakterimiz var və bu xaricdə qəbul edilməzdir. Xüsusən də İndi heç kimə belə bir məsələ yükləmək istəmirəm, amma tutaq ki, siz çox patriotsuz və özünüzü mən gedib Azərbaycanı təmsil edəcəm deyə gedirsiniz. O halda əlbəttə ki, lağlağa qoymaq kiminsə aksentinə görə. Aynən Hindistanlıların aksenti belədir. Bunlardan da iyi gəlir. Nə bilim falan şey falandır. Çox ayıb. Həqiqətən hədsiz dərəcədə ayıb bir şeydir. Yəni ümumiyyətlə çox ayıb bir şeydir. Mən birinci il gedəndə Danimarkaların dillərini lağa qoyurdum ki, bu nədir, falan cürə danışırlar, nə bilim nə, çox ayıb bir şeydir. Peşmanam.
heç kimə də məsləhət görmürəm. Heç kimi də xahiş edirəm, artıq bu lağlağaya qoymaq məsələsini cancellansa çox sevinərəm. Yəni artıq bəsdir, biz insanları fərqliliklərinə görə qınayırıq. Lağa qoyuruq. Heç birimiz mükəmməl deyilik. Bu da kimsə açıb mənim videoma baxsa, 1000 dənə bəlkə səhv tutar. Və yaxud da lağlağa ediləsi trilyonla şey eləmək olar da, tapmaq olar. Yəni axtaran tapar. Ona görə də xahiş edirəm, gənclər, Azərbaycandan ayağımızı atmamış da başlayaq bu xarakterimizə ki, yəni heç kimi lağlağaya qoymuruq, heç kimə lağ eləmirik, o heç. Amma xaricə də gediriksə, orada heç yaxşı bir pozisiyada olmayacaqsınız da. Çünki burada onsuz da hamı elədir, yəni burada Azərbaycandan deyək ki, əksəriyyət onsuz da lağa qoyur deyə heç kim gözə batmır. Avropada da bu arada var elələr, əlbəttə ki, sözsüz ki, Avropada yəni süddən çıxmış ağ qaşıq deyil, türklər demiş. Amma yəni lazım deyil də belə şeylər, başa düşürsüz? Yəni orada biraz daha az tolerans ola bilər lağa qoymağa qarşı. Deyim, xəbəriniz olsun. Bu arada bunu mənə əvvəlcən deməyiblər, desələr yaxşı olardı. Mən ona görə yox ki, mən çox lağlağaya qoyan insanam. Mən özümü yaxşı tərbiyə eləməyə çalışmışam hər zaman. Amma bəzi məqamlarda doğrudan da ön mühakimə olmaq yaxşı bir şey deyil. Yəni nəyisə bilə bilərsən, nəsə sənə qəribə gələ bilər, nəsə sənə xoş gəlməyə bilər, nəsə sənə qəribə də gələ bilər. Bunu ikinci dəfə dedim. Amma artıq sən gedib bunu qruplarla bölüşəndə, başqasına bölüşəndə bu lağ etməkdir və gözəl bir şey deyil. İndi gəldik bacarıqlara. Birinci bacarıq. Public speaking, natiqlik və interpersonal skills, yəni insanlar arası ünsiyyət. Bu iki bacarığını maksimum nə qədər inkişaf elətdirə bilirsənsə, inkişaf elətdir. Çünki yenə bir şey deyəcəm sizə. Bizim cəmiyyətdə xüsusən qızlar üçün o belə bir şey var, fikir var ki, qız gərək başı aşağı olsun, ay nə gözəl utancaq qızdır, abırlı qızdır, həyalı qızdır. Yəni bəsdirin. Dünya belə artıq dönmür. Utancaq olmaq da, baş aşağı olmaq da heç də hər zaman alqışlansa bir xüsusiyyət deyil. Çünki əgər ətrafında səni heç tanımayan bir qrupdasansa və kimsə həddini aşan bir insan gəlib sənə həddini aşacaq bir şey deyirsə, təəssüf ki, utancaq və baş aşağı olmaq onda işləmir. Ona görə də bəzən gərginləşdim, fikir verdinizsə. Ona görə də gözəl insanlar, gözəl gənclərimiz. Birinci təqdimat bacarığı, çünki bu da dolayı yolla utancaqlıqla əlaqəli bir şeydir. Heç də utanmırıq, gözəl bir şəkildə necə təqdim etmək lazımdır. Bir prezentasiya düzəltmisən dərsə görə, onu professorun qabağında necə təqdim edəcəksən. Qrup işində öz fikrini necə təqdim edəcəksən. 3 nəfər, 4 nəfərsiz məsələn, 3 nəfər durub deyir ki, A, amma sən deyirsən ki, B və əminsən ki, o B-yə daha yaxşıdır. O 3 nəfəri o B-yə necə inandıracaqsan? Bax, bunların hamısı elə public speaking dediyimiz, yəni ki, natiqlik, özünü ifadə etmə, ictimai natiqlik, bax, bu mövzuların tərkibindədir. Ona görə bir dəfə ən azından gedib YouTube-da bununla bağlı bir videoya baxmaq, Azərbaycanda LinkedIn-də doludur bununla bağlı pulsuz təlimlər verən insanlar. Onlardan bir pulsuz təliminə, webinarına getmək və yaxud da buna pul verib, yəni ki, investisiyadır, özünə bir investisiyadır. Bunu almaq, bunu əldə eləmək çox vacibdir. Interpersonal skills da insanlar arası münasibətlərdir. Mən bilmirəm bunu daha necə açıqlayım, amma ki, buna da bir gedib baxa bilərsiniz. İngiliscə dedim ki, ingiliscə daha çoxdur resurs. Yəni buna da bir gedin baxın, nə düzdür, nə düz deyil. Yəni Avropa mədəniyyətində bu başqa ola bilər. Avropanın da içərisində nə qədər ölkələr var, bunların hamısında fərqli mədəni kodlar ola bilər. Amerikada başqa ola bilər, Koreyada başqa ola bilər, nə bilim İndoneziyada başqa ola bilər. Ona görə də bunu bilməyimiz gedəcəyimiz ölkə üçün interpersonal skillləri də, mədəni kodları da ona uyğun anlamağa çalışmağımız bizə həmin o getdiyimiz ölkədə onsuz yeni yerə köçməyin stresindən başqa da dəstək ola biləcək şeylərdir. Digər bir bacarıq. Bu da yenə əslində ictimai natiqliklə çox əlaqəlidir, amma özünü ifadə etmə bacarığı. Məsələn, mən ingilis dilində təhsil almışam deyə, ingilis dilində təhsil alan insanlar üçün bunu deyirəm ki, ola bilər IELTS-ın 8.5-dir, ola bilər 8-dir, ola bilər 6.5-dir, heç fərq etməz. Yəni günün sonunda sən heç kim IELTS-ına baxmır orada da, düzdür, o sadəcə olaraq qəbul olmaq prosesi üçündür. Ona görə də ondan sonra artıq sənə lazım olan tək şey özünü ifadə bacarığıdır. Bunu da ingilis dilini yenə istifadə eləyə-eləyə, idiomlara, frazalara falan baxa-baxa, yəni bir növ seriallara baxa-baxa, sitcomlara baxa-baxa, yəni gündəlik danışığı eşidə-eşidə sən özünü daha yaxşı necə ifadə edə bilərsən, onu anlayacaqsan. Çünki təəssüf olsun ki, Azərbaycan dilindən birbaşa əlbəttə ki, tərcümə eləyəndə hansısa bir ifadəni, cümləni ingilis dilinə heç də eyni mənalar gəlməyə bilər. Ona görə də məhz o dediyim həddini mi aşan, sənin mi xoşuna gəlməyən söz deyən və yaxud da ən yaxşı halda, yaxşı bir кейsdə də özünü ifadə etməli olanda sənin köməyinə çatan bir diplomatik ifadə bacarığın olsun. Və videonu məncə bununla bağlayacağam. Financial literacy, maliyyə savadlılığı. Yenə deyirəm,
Mənim videom, yəni mən özüm təqaüd almışam, gəlmişəm. Ona görə mənim videomda bir növ təqaüd alanları da nəzərə alaraq çəkilir. Çünki mən bundan xəbərdaram. Təcrübəm olmadığı bir şey haqqında boş-boş danışmağı sevmirəm. Ona görə bu maliyyə savadlılığını təqaüd alan insanlar üçün deyirəm ki, bununla bağlı, yəni ki, nə xərcləyirsiniz, nəyə xərciniz gedəcək, kirayə sizin təqaüdünüzün neçə faizi olacaq, qalan faizlə nə edəcəksiniz? Bunları bir özünüz üçün kalkulyasiya eləyin. Əvvəlcədən bir oturun, düşünün. Mütləq deyil də bunu dünyanın ən ağır bir mövzusu kimi necə deyim, oturub təhlil eləyəsiniz. Yəni bir YouTube videosu açın. Məsəl üçün Nisha adlı bir qadın var, səhv etmirəmsə, adını səhv demirəmsə, buraları bir yerə əlavə eləyəcəm. Bu qadın Böyük Britaniyadandır və çox izlənilən və doğrudan da çox yaxşı bir mühasibdir, amma indi də YouTube kontent yaradıcısı olaraq çox ciddi, yəni milyonlara xitab eləyir. Və mövzuları, inanın ki, onun neçə dənə videosuna baxsaz, eyni şeylərdən bəsit müxtəlif tərəflərindən danışır maliyyə savadlılığı mövzusunda. Yəni məsləhət görürəm ki, onun videolarına baxaraq maliyyə savadlılığına bir giriş 101 formatında onun videolarına baxıb nələrsə öyrənə bilərsiniz və əminəm ki, öyrənəcəksiniz. Ona görə də düşünün ki, sizin təqaüdünüz bu qədərdir. Bu neçə faizi hara gedir? Bəs təcrübəli mühasiblər bunun neçə faizinin hara getməyini tövsiyə görür. Nələr eləyə bilərsiniz ki, siz həm də kənara pul atasınız. Kənara pul atmaq istəyirsinizmi? Və yaxud da gedib ora işləməkmi istəyirsiniz təqaüdünüzdən əlavə? Yoxsa təqaüdünüzdən əlavə ailənin sizə dəstəkmi olacaq? Məsələn, nə edə bilərsiniz? Azərbaycanda olan son aylarınızı, indi mən demirəm ki, gedin 200 manata baqaj alın, onu da yazın. Yəni xarici köçməklə bağlı xərclədiklərinizdən kənara, onu kənara qoyduqda o heç o həmişə olan bir xərc deyil. Amma Bakıda nə xərcləyirsinizsə, tutaq ki, ailə evində yaşayırsınız, kirayə vermirsiniz, amma kirayə versəydiniz nə qədər xərcləyərdiniz? Yeməyə nə qədər xərcləyirsiniz çölə çıxanda? İndi nəzərə alın ki, Azərbaycanda bir yerdəki dostlarınız çoxdur məsələn. Xarici çıxanda dostlarınız ilk vaxtlar az olacaq da müəyyən qədər. Çölə çıxmağınız, restoranda yeyib içməyiniz daha az olacaq. Baxın görün o həmin gedəcəyiniz şəhərdə ümumiyyətlə restoran xərcləri nə qədərdir? Yəni ərzaq xərcləri nə qədərdir? Marketə nə qədər ödəyəcəksiniz? Təqaüdünüzün neçə hissəsi o marketə ödəməlisiniz? Yəni Azərbaycandakı xərclərinizi bir kənara yazın. Həmin o datalarla ki, bəs gedəcəyiniz şəhərdə nə qədər bir fərq var? Onlara uyğun da özünüzə bir plan hazırlayın. Dediyim kimi mütləq deyil ki, o plana uyasınız, amma əlinizdə ən azından kobud bir desək belə də bir faylın olmağı, bir dokumentin, bir data bazanın olmağı inanın ki, sizə çox kömək olacaq. Bunu mən deməmişdilər. Yaxşı ki, mən Azərbaycanda olanda xərclərimi Excel-dən düzəldirdim. Sonra müxtəlif bu Excel faylları yaradan, Notion-dan və s. axır maliyyə savadlılığı üzrə kontent yaradan insanlara baxa-baxa qaydalanda yəni belə bir faylım var idi ki, nə qədər gəlirim var, bundan əlavə işləməliyəmmi, işləməməliyəmmi, yoxsa təqaüdüm mənə bəs eləyir, nələrə nə qədər ödəmişəm və s. axır və əlavə xərclərim nələrdir? Məsəl üçün hər ay olmayan bir xərcdir. Məsələn, anamın ad gününə gül göndərmək. Hər ay olan bir xərc deyil. Amma ki, bəs hər ay olmayan, amma mənim büdcəmdən kənara çıxa biləcək xərclər nələrdir? Yəni bir sözlə bunu da bilməyinizə ehtiyac var deyə düşünürəm. Düzdür, super olar ki, bundan ümumiyyətlə dediyim hər bir şeyi biz Azərbaycanda yaşaya-yaşaya eləyək. Amma yəni demək ki, bizim də böyümə vaxtımız təhsil almaq üçün xarici köçdüyümüz vaxtla üst-üstə düşür. Məndən bu qədər. Şərhlərə yaza bilərsiniz neçədən punkt oldu. Yəni də siz də bir şərhlərə yazın, görün başqa nə əlavələriniz var. Suallarınız varsa verə bilərsiniz. Mən konsultant deyiləm, bu mövzunun eksperti deyiləm. Amma mənə kimsə xarici təhsil almazdan əvvəl bunları desəydi, çox şad olardım. Dediyim şeyləri sizinlə bölüşdüm. Özünüzə yaxşı baxın. Hamınıza uğurlar. Əgər bu videoyu izləyirsinizsə, artıq nəsə qazanmısınızsa, artıq hansısa bir təhsil proqramı üçün xaricə gedirsinizsə, hamınıza uğurlar. Əminəm ki, hər şey hamımız üçün yaxşı olacaq. Özünüzü çox sıxmayın. Ən pis vaxtlarınızda valideynlərinizə zəng eləyib, dostlarınıza zəng eləyib, öz hisslərinizi bölüşməyi unutmayın. Çünki təklik çox çətin ola bilər. Ağlayıram. Amma ki, tək deyilsiniz də, okey? Yəni, tək deyilsiniz. Ola bilər ki, sizin sevdiyiniz insanlar, öyrəşdiyiniz yaxın insanlarınız uzaqdadır, amma tam tək deyilsiniz. Bütün video ərzində də kameraya yox, özümə baxmışam. Super. Nəysə, nə olacaq? Boşum. İndi videonu bitirə bilmirəm. Videonu başlamaq ayrı, nəysə də oldu, sağ olun.